Əgər ki, Allah Taala'nın bir bəndəsi xəstələnsə, bimar olsa, Allah Taala ona 4 dənə mələik göndərər. Birinə qulluq verər ki, onun ağzının dadını al. Birinə deyər ki, onun üzünün bənzini saralt. Birinə deyər ki, onun bədəninin qüvvətini, gücünü al. Birinə deyər ki, onun günahlarını onun üstündən götür. Bəndə o xəstəliyi çəkər. Xəstəlikdən sağaldıqdan sonra Allah Teala mələklərə deyər ki, ey mənim fəriştəm, sən ki onun ağzının dadını almışdın, onun dadını ağzına qaytar. Digərinə deyər ki, onun üzünün rəngini, bənzini özünə qaytar. Digərinə deyər ki, bədəninin gücünü ona qaytar. Amma o fəriştə ki, onun günahlarını alıb ona deyər ki, o bəndəm ki, mənim bəlama müftəla oldu. Məndən gələn xəstəliyə razı oldu, asilik eləmədi. Məndən bu cəfanı qəbul etdi, üsyan eləmədi. İndi mən Allaha yaraşmaz ki, bu bəndəmin etmiş olduğu günahları tezdən onun üstünə qaytarım. Bu minvalla o xəstəlik çəkən bəndəsi Allah Taala'nın rəhməti ilə günahlardan fariq olmuş, azad olmuş olar. Bir günləri Allah Taala Musa aleyhisselama deyir ki, ya Musa, mən xəstələnmişdim. Niyə gəlib məni ziyarət eləmədin? Musa aleyhisselam təəccüb edir, heyrətlər içərisində. Ya Rabbi, sən aləmlərin Rəbbi olduğun halda necə xəstələnə bilərsən və mən sənin xəstəliyinə necə gələrəm? Onda Haqq Teala Həzrətləri Musa aleyhisselama deyir ki, ya Musa, mənim filan bəndəm xəstələnmişdi, məndən gələn cəfalara, xəstəliklərə təhəmmül elədi, asilik eləmədi. Əgər ki, o mənim xəstəmi gedib ziyarət etsəydin, elə məni ziyarət etmiş qədər var idi. İnsanın həyatında cürbəcür hadisələr olur. İnsan həyatı enişli yoxuşludur. Xəstələnən vaxtı olur, sağalan vaxtı olur, insanın ac vaxtı da olur, tox vaxtı da olur, insanın həyatının tənəzzül vaxtı olur, tədənni vaxtı olur, tərəqqi vaxtı olur. Amma və lakin bunların heç birisində insan geydi öz dəyanətini, ləyaqətini itirməsin. Allah-u Teala'dan gələn bəla və müsibətlərə, imtihanlara səbirli olsun ki, Cenab-ı Allah onun dünyada da, ahirətdə də başını uca tutsun.